Deyirəm, buradakı yazını görürsənsə, yəni sən sadəcə olaraq tələs bu evi götürməyə. Çünki söz var, deyirlər ki, nə bilim, 2-nin 1-in 2-yə düzəlmədi falan. Söhbətə bax bir dənə 4-ün 3-ə düzəlməsidir. Geniş bir dənə zal, möhtəşəm və burası ən əsas məsələdir. Kupçası yerində. O ki deyirdizə Leninqrad olsun, qardaş, orijinal 2 otaq. Orijinal 4 otağın 3-ə düzəlməsini sizə göstərirəm. Geniş bir dənə belə zalımız. Gəl bir dənə bura. Bir dənə mikrofonu tutub bir adam danışırlar, danışmırlar bu səfər. Mənə yerimə bunlar danışır. Bax bir dənə belə bir balkonu var. Və sən gəl buradan bir dənə kuxnaya keçid də var. Bu bizim kuxnamız, evimiz əşyaları ilə birgə satılır. Və sizin nəzərinizə çatdırıram ki, bu ev möhtəşəm Xırdalanın gözündə. Humanitar kollecin yanında bir dənə hamam sanuzeli çək. Bu hamamdır. Bu bizim hamamımız. Möhtəşəm, səliqəli, dizaynla işlənmiş və nəzərinizə çatdırıram ki, hamam və sanuzer istipolla döşənib. Evimiz bütün qurqavoy dairəvi şəkildə, evimizin hamısı bütün istilik sistemləri kombidir. Belə bir yataq otağımız var, geniş şəkildə. Yenidən dediyimiz kimi, əşyaların bəzilərinə, yəni elektronik əşyalardır ki, onlar çıxır, yəni onları zaten bəllidir. Amma yerdə qalan bütün əşyalar yerində olaraq qalır. Sizə göstərdiyi zalımız, ikinci otağımız və bu da bizim üçüncü otağımızdır. Belə bir geniş bir otaqdır. Sözün əsl mənasında 4-ün 3-ə düzəlməsi əsl budur. Belə də bir dənə zəhmət olmasa Kərbəlayı çək, belə də bir arxaya get koridorumuzu göstərək. Bax, belə bir koridorumuz var ki, geniş şəkildə, möhtəşəm. Hə, indi keçək əsas məsələyə. Qiymətlə bağlı. Evimiz Xırdalanda. Humanitar kollecin, yəni texnikomun yanında. Buranı hər kəs tanıyır, ona görə bunu deyirəm. Humanitar kollecin yanında, qardaş, binada möhtəşəm tam kupçalı evimizin əşyaları ilə bir yerdə qiymətə bax bir dənə 121.000 manat təcili bu ev satılır. Yəni təsəvvür eləyin ki, bu evə endirim olunub 145.000-dən 121.000 manata düşüb. Yəni sadəcə olaraq bilsən, nə edirsən? Gəlirsən, sənədləri, sünədləri hamısını keçirdilər, o evi götürürsən. Və nəzərinizə çatdırıram ki, real alıcıya əlində pulla gəl, müştəri bunu görsə bəlkə də məndən inciyər. Əlində real pulla gəl, aşağı yuxarı da eləyəcək. Allah alana da, satana da xeyir eləsin.